Hüseyin qopmağı asanlaşdırır. Hüseyin bilirsiniz nə möcüzədir? Cənnətdən də qopardır adamı. Quranda bir ayə var, deyir ki, onları çəkə-çəkə cənnətə aparacaqlar. Alim deyir, tədqiq elədim. Necə yəni çəkə-çəkə? Cəhənnəmə adamı zorla apararlar. Cənnətə necə çəkə-çəkə, zorla? Cənnətə qaça-qaça gedərlər. Deyir, baxdım bir hədis tapdım ki, İmam Hüseyni sevənlər üçündür. Məhşərdə İmam Hüseyni görən kimi o gözəlliyi görəcəklər, zillənəcəklər İmam Hüseynə. Deyəcəklər, bəh, 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 bu nə gözəlliyidir. Cənnətdən çağıracaqlar, gəlin, deyəcəklər, yo, cənnətimizi tapmışıq. Biz tələsmirik. Gəlin, çağıracaqlar, axır mələklər çəkə-çəkə cənnətə aparacaqlar. Hüseyin belə qopardır, rahat qopardır, ağrısız. Sənin üçün bu prosesin ağrısız olması üçün o fəda elədi hər şeyi. Ki, sən azad olasan, asıl olmayasan, asıllıqlarından qopasan. Ona görə deyir İmam Hüseyin məclisi həm də bəsirət verir insana. Hüseyin də bir-bir sevdiklərindən ayrılırdı. Biz heç birimiz bilmirik ki, imamlar öz dostlarını nə qədər sevir. Biz bunu bilsəydik, görərdik ki, necə qopurdular onlar bir-bir dostlarından. Və birinci itkisi Həzrəti Müslümdür. Həzrəti Müslümdür. Həzrəti Müslümün ona xəbərini çatdırdılar, o şəhid olub, İmam Hüseyin oturdu yerə. Hələ ki, Kərbəla yolundadır da, Kərbəla döyüşü başlamayıb. Müslüm də Küfədədir. Xəbər gəldi yolda ki, Müslüm şəhid olub. Hani ilə bir yerdə. Oturdu, özü tənha məclis düzəltdi Müslümə. Məclis bu mənada ki, oturdu, ağladı və belə bir söz dedi. Bunlar rozətdir, elə bil, müasir dillə də, indiki vəziyyətlə desək. Oturdu, dedi ki, la xeyrə fil ayşi bə'də haula. Dedi ki, bunlardan sonra yaşamağın xeyri yoxdur. Müslümə verdiyi qiymətə bax. Bu dünyada Müslümdən sonra yaşamaqda xeyir yoxdur. Xeyir yoxdur. Dostlarını çox sevirdilər. Çox sevirdilər. Ondan sonra qızını çağırdı. Adamın atasını öldürəndə qızın başına sığal çəkərlər də qızı qamçı ilə döyməzlər. Ona görə Müslümün qızını çağırdı, başına sığal çəkdi, demədi ona, deməyə cürət eləmədi. Qız zirəng idi, özü başa düşdü. Dedi ki, əmi İmam Hüseynə dedi, əmi elə bil ki, atam şəhid olub. Dedi, bəli, amma ata əvəz olacam sənin üçün. Amma nə müddətə, hansı müddətə, öz ömründən nə qədər qalıb ki, ona atalıq eləyəsən. Bir dostları, dostlardan qırılır, övliya da olsun, imam da olsun, o məhəbbət, sevgi şiddətlidir, onlar bir-bir əldən gedir. Ona görə İmam Hüseyin üçün çətin idi. Əl-Yəsxər qucağında olanda nə sözü dedisə, Həbibin başının üstündə o sözü dedi. Dedi ki, ilahi, Həbibin müsibətinə dözmək mənim üçün ona görə asandır ki, sən görürsən, yoxsa dözmək çətin olardı. Həbibdən ayrılmaq. Həzrəti Müslümün əzəməti bundaydı ki, bir şəhər qulun içində aslı deyildi heç kəsdən, azad idi. Azad. Heç nəyin və heç kimin təsirində deyildi. Görürsünüz, ictimai rəy tam əleyhinədir. Müslüm təkdir, azad, özü düşünüb qərara gəlib, imamın tapıb. Hamısı təbliğatın təsirində, hamısı nəyinsə təsirində, aslı insanlar Müslüm tək möhkəm diyanı, bax belə möhkəm olasan. Hamı başqa sözü deyir, Müslüm başqa söz. Və bu sözündə axıra qədər diyanır. Bir şəhər aslı insanın, aciz, zəif insanın içində bir dənə müstəqil şəxsiyyət, bax belə olur, Müslüm kimi. Bir dənə dərdi var Həzrəti Müslümün. Həzrəti Müslümün bir dənə dərdi var. Hüseynə mən dedim gəl Küfəyə, mən günahkaram. Mən necə xəbər çatdırım ki, Küfə dönük çıxdı? Hüseyin, bir dənə dərdi budur, vəssalam. Hüseyindir fikri, vəssalam. Qopub hər şeydən. İmam Hüseyin belə aşiq eləyir. Necə deyim? Deyib, bir ikisinə dedi, ələ saldılar. Dedi, bir dənə Hüseyinlə bunu çatdırarsınız. Bir nəfəri tapdı, Şureyh qazini. Dedi ki, bəlkə bu qazidir, ruhanidir də, bəlkə bu mənim sözümü çatdırar. Onun qulağına deyən ki, bu da getdi İbn Ziyada dedi ki, bu mənə deyir ki, Hüseynə denən gəlməsin.
İbn Ziyad da onu danladı. Dedi ki, bir dənə adam sənə əmanət tapşırmışdı, ona da riayət eləmədin. Deyir, gördü ki, bir adam yoxdur ki, desin Hüseynə. Bizim dahi şairimiz Xurşudbanu Natavan bunu çox gözəl qələm alıb. Çox gözəl. Gördü, adam yoxdur, deyir, Səba yelinə müraciət elədi Müslüm. Səba yeli küləkdir, səhər küləyi. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd və bəlaya gəlməsin. Söylə ginən gətirməsin Küfəyə nazlı Əkbəri. Zülm ilə qanına batar türre-i müşk-i əmbəri. Bəlkə firəngi tək apar cümle-i Ali Heydəri. Zibh-i əzim üçün bugün kuh-i minaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslümi Küfədə firqeyi zülam. Qardaşının uzun qolu görmə rəva ola qələm. Bacıları ayaq yalın dəşti bəlaya gəlməsin. Söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Yetsə əgər xəbər sənə, öldü bu Müslüm-i əqil, İbn Ziyad Nəşimi, gərçi edibdi çox zəlil, quslu hənut olmadı, oldu qənarədə qətil, istəmirəm əyalını, qoyma əzaya gəlməsin. Söylə əmoğluma məni bikəsi eyləsin halal. Söylə əmoğluma məni bikəsi eyləsin halal. Ərzimi bir bəbir elə, ali əbaya şərhi hal. İki açılmamış gülüm, Küfədə zar edilməlal. Qaldılar Əkbər ilə ol, Qasım həraya gəlməsin. Həsrətəm ol cəmalına, ah çəkin bu sinədən. Küfədə vardu qatilün, gəlmə həzin Mədinədən. Qoyma yetim Xədicəni, ayrı ola səkinədən. Başına əl çək, ağlayıb şur-i nəvaya gəlməsin. Söylə onun anasına, başına qara bağlasın. İki baladan ayrılıb, kövn-ü məkanı dağlasın. Tutsa əza Xədicədən, söylə ki gizlin ağlasın. Bəlkə yetimliyin tozu mahü-liqaya gəlməsin. Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Bir-birə dəydi mərd o zən, şura gəlibdi xas o am. Nohə edər bu natəvan, ruz o şəb ağlayar müdam. Tapmasa bir dəri necat, dar-ı bəqaya gəlməsin. Bugün İmam Hüseynin o əzəmətli karvanı, kiçik amma əzəmətli karvanı gəldi çatdı Kərbəlaya. Dedi, bu hansı çöldür, dedilər Kərbəla. Dedi, əudu billah minəl kərbi vəl bəla. Kərb və bəladan, qəmdən, qüssədən Allaha pənah aparıram. Gördülər bir xanım, düşmən baxır. Ətrafdakılar baxır, bir xanım çıxdı kəzavənin üstünə ki, kəzavədən yerə düşsün. Gördü, Bəni Haşimin bütün kişiləri qaçdı qabağa. Biri yerə dizini qoyur, biri əlini verir. Hüseyin, Əbəlfəz, Qasim, Əli Əkbər, ən seçilmiş kişilər. Dedilər, bu xanım kimdir? Bunun nə əzəməti var? Bir nəfər dedi ki, bu Əlinin qızı Zeynəbdir. Belə bir izzətlə, cəlalla kəzavədən yerə enir. 20 ildir mən bunu danışıram, 20 ildir. 20 ildən çoxdur. Deyir, həmin o xanımın vəziyyətinə baxırdım Məhərrəmin 11-də. Həmin o izzətli, cəlallı xanım, deyir, elə sərgardan dolanır cənazələrin. Heç bir nəfər yoxdur, gələ deyə xanım, başın sağ olsun. Baş sağlığı verən yoxdur. Gəzir, dolanır, ağlaya-ağlaya. Bir-bir uşaqları sakitləşdirir. Uşaqlar yayılıb o tikanlı çöldə gedir, tapır, gətirir, bir-bir aram eləyir. Kərvan hərəkət eləyəndə deyir, uşaqları mindirdi, kəcavələrə dedi, gözləyin, mən son vidamı eləyim. Mənim ürəyim, varlığım, vücudum bu çöldə qalır. Mənim Hüseynim burada qalır. İcazə verin, mənim də haqqım var 2 dəqiqə qardaşımla danışım. Çünki heç fürsət eləməmişdi, fürsət olmamışdı.
Deyir, qızlardan ayrıldı, dost da, düşmən də baxır, hamı baxır. Bu əsir, qəhrəman əsir xanım Zeynəb o yaralı qardaşından ayrılır. Deyir, gəldi İmam Hüseynə salam verdi, dedi, Hüseyn gəlirəm indi. Bir şəhidim var, onu ziyarət eləyim, gəlirəm. Getdi əlqəmin kənarına, elə qolların göstərdi, bağlanmış qolların. Dedi, Əbəlfəz, bax gör nə vəziyyətdəyəm. Bax gör nə vəziyyətdəyəm. Məni belə necə qoyub getdin? Ondan sonra gəldi, İmam Hüseynə salam verdi, üzün qoydu o yaralı sinəyə. Tarixdə yazırlar, and içdi, dedi, Hüseyin, and olsun Allaha ki, öz əlimdə olsa getmərəm. Qalaram yanında, nə qədər ölənəcən ağlayaram. Amma aparırlar və yazırlar ki, bir dəstə insan gəldi, qamçı çıxartdı və o şəkildə, daha demirəm necə, Həzrəti Zeynəbi qardaşının cənazəsindən ayırdılar. Ələ lənətullah, ələl qavmə zalimin.